öz halal hümmət əri buna deyir ki, gəl çıxaq şəhərə gəzməyə və yaxud da bir qonaqlığa çağırırlar, gedək ora. Çəkilib tez qırağa sevgilisinə yazır ki, ərim məndən şəhərə çıxmaq istəyir, olar, icazə alır. Sevgilisinin də qısqanclıq boğur öz aləmində kişidir də bu. Deyir ki, yox olmaz. Gəllərin yanına, yox bu gün başım ağrıyır, böyrəyim ağrıyır, halım o deyil. Gedirəm yatmağa, sonraya qalsın. Getdi. Gedir, girir yerinə, başlayır sevgilisiyle yazışmağa. Sevgilisi buna sual verir ki, yataqda mən güclüyəm yoxsa ərin? Təbii ki, sən güclüsən, ərim dovşandır. Ərim güclü olsaydı səndən danışmazdım, səndən bir yerdə olmazdım. Onu istəsəydim, səndən bir yerdə olmazdım. Oğlana çatmayan bir məqam var, bədbəxt. Ərinə sadiq olmayan qadın sənə sadiqlik göstərə bilməz. Sadəcə müəyyən 10-15 günlük bir həyəcan var ortada, bir emosional hisslər var. Onlar söndü, qutardı, getdi. Küçədə, çöldə, bayırda, məclisdə səndən daha biraz yaraşıqlısını, səndən biraz başqa cürünü görən kimi avtomatik getdin bloka, o gəldi sənin yerinə və səndə tam olaraq o tapılmayan, yaşanmayan həyəcanlar avtomatik o birisində axtarılacaq və onda yaşanacaq. Ola bilər onun əri pis olsun. Amma baxır, kimə görə, nəyə görə pisdir. Ola bilsin ki, onunla sənin dünyan tutuşmur. Yəni, eyni dünyanın adamları deyilsiniz, müxtəlif fikirlərə sahibsiniz. Amma öz dünyasında yaxşı oğlandır, yaxşı kişidir, 5 nəfər, 10 nəfərin içində deyil, hörmətli kişidir. Bu ola bilir. Pisdir, get boşan, boşanandan sonra get nə qədər sevgili olursan ol. Amma evli ola sən bir başqasına mən ərimi yox səni istəyirəm deyirsənsə, sən onda həyəcan axtarırsan, özünü aldadırsan. Sənin ərindən aranda olan bir enerji var, ailə enerji bağı var. O enerji qopmamış, mümkün deyil ki, sən kimsə istəyə biləsən. Sadəcə elə düşünə bilərsən. Elə düşünə bilərsən, bunların başını buraxın, kişi cinsi zəifliyi üçün bu siropdan mütləq istifadə eləyin. Tam təbii tərkiblidir, heç bir ziyanı yoxdur. Təzyiq şəkər xəstələri də istifadə edə bilir. Çox sadədir, başının buradan yeri var. Açdınız, qurtum içdiniz, qutardı, getdi. 30 ədədli gündə bir dəfə istifadə olunur. Əldə eləmək üçün şəxsidən yaza bilərsiniz. Təşəkkürlər.